Salam, hər vaxtınız xeyir olsun. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Xəzərin sahilindəyik. Məkanımız əlbəttə ki, Yaxt Klub, Xəzərin sahili. Ünvanımız BIS televiziyası və pünhanımız isə sizin qəlblərinizdir. Sənət hər zaman təbiətin yaratdığının yaratdığıdır. Yəni insanın yaratdığıdır. Və sənətkar bu sənəti yaşadandır. Bugün biz Azərbaycan incəsənətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycanın bütün mənalarda, milli mənəvi dəyərlərinin daşıyıcılarından biri olan bir insandan söhbət edəcəyik. Və hesab edirik ki, hər zaman mənəvi duyğulara, mənəvi dünyaya xidmət edən insanlar Tanrının yaratdığıdır. Və onların yaratdığı da təbii ki, bizlərə pünhan olan ən gözəl nemətlərdir. Heç zaman itirmədən, bax, bugünkü qonağımı sizə təqdim eləmək istəyirəm. Çünki artıq o bizi gözləyir. Biz onu qarşılayaq. Xalq artisti, professor və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, pedaqoqu və bir sıra filmlərdə, bir sıra tamaşalarda gözəl obrazlar yaradan sevimli İlham Namiq Kəmal. Xoş gəlmişsiniz İlham müəllim. Teşekkür edirəm, teşekkür edirəm. Buyurun, əyləşin. Siz əyləşin, mən də əyləşim. Necəsiz? Çox sağ olun, teşekkür edirəm Fərid xanım. Siz necəsiniz? Teşekkür edirəm, yaxşıdır hər şey, qaydasındadır. Xəzərin sahilindəyik. Xəzərin sahili başqa gözəllikdir, ləzzət eləyir. Buradan baxırsan, orada xırda dalğalar, xəzri, gilavar. Siz ümumiyyətlə verilişin yerini çox gözəl, necə deyərlər, belə axtarıb tapmışsınız. O özü mənim üçün çox belə ləzzətlidir. Həmişə baxanda görürəm sənət adamları gəlirlər. Özü harada əyləşiblər? Xəzərin sahilində. Bilirsiniz, bunun həm də bir qəribə bir mistik mənası var, İlham müəllim. Bəli. Çünki Xəzər bizim ölkəmizin, paytaxtımızın, bütün tarixi şəraitlərinin şahididir. Sonra insanlar Xəzərin sahilinə tapınırlar. Qəmli olanda, sevincli olanda, qəmli olanda gedirlər Xəzərin sahilinə dayanırlar, təkbətək söhbət edirlər. Sevincli olanda bir-birimizə nə deyirik? Deyirik ki, bir gedək dənizin qırağında biraz gəzişək gələk. Bəli. Yəni bu mənada, bax bu məkan bizim üçün xüsusi önəm daşıyır. Çünki bu məkanda hər zaman hiss edirəm ki, bəzi məqamlarda qonaqlarla Xəzərin özünün də özünə məxsus bir qəribə bir ünsiyyətləri olur. İndi siz də verilişdən öncə gəzdiniz, Bəli. Xəzərin ətrini duydunuz, Xəzərlə təkbətək qaldınız və Xəzərə sizin deyəcəklərinizi biz indi əyani şəkildə burada eşidəcəyik. Hər vaxtınız xeyir və necəsiniz? Buyurun. Çox sağ olun, çox yaxşı. Bilirsiniz, Xəzərdən dediniz, əlbəttə bu Xəzər gözəlliyidir. Sizlər görürsünüz ki, bizim şəhərə nə qədər axır vaxtlar əcnəbi qonaqlar gəlirlər, böyük tədbirlər olur Bakıda və onunla bərabər Xəzərin ətrafında axşamlar həmişə o qonaqlar gəlirlər, Xəzərin sahilində olurlar. Mən indi başqa bir məsələ düşündürdü ki, mən indi sizi gördüm, Xəzəri də gördüm. Siz Xəzəri biraz da gözəlləşdirirsiniz. Çox sağ olun. Burada səmimi danışaq da düzün deməliydi. Yəni ki, hər bir insanı bilirsiniz, insanın içərisində olan o gözəllik də üzündə, nətər deyərlər, o bariz nümunə kimi əks olur. O mənada mən sizin gözəlliyinizi də qeyd eləməliyim Xəzərlə bərabər. Bir incəsənət adamı kimi bu fikirlərin obyektivliyinə inanıram. Bəli, bəli. Çünki incəsənət insanları estet olurlar. Onlar bütün fakturalara fikir verirlər, bütün parametrlər onlar üçün çox vacibdir və həm də incəsənət adamı olduğu üçün onlar hər şeyi daha doğru deyirlər xarakter olaraq. İlham müəllim, elə biz gözümüzü açanı sizi bax bu formada görürük və siz hər zaman dəyişməz olaraq eyni formada, eyni quruluşda, eyni təbəssümdə, eyni xarakterdə qalmısınız. Yəni, bütün bunlara necə nail olmaq olur? Necə mümkündür bu? Valla mən onu qeyd edirəm. Mən bir fağır insan kimi, Ya, fağırlar belə olur. Belə olur. Əlbəttə, bilirsiniz, hər bir insan özündən asılı olmur, onun bilavasitə nəsli ilə əlaqədardır. Genetikdir, Genetikdir, bilirsiniz, açıq deyim sənə. İndi mən Allah
hamının necələr məkanı nurla dolsun, elə babam da elə olub, atam da, dayılarım da bilirsiniz. O amma indi mən də bu elə bir o yolu gəlib çıxmışam. Elə qardaşım Cəfər də görsün ki, elə o səpkilidir. Yəni bu genetikdir. Siz çox gözəl qeyd elədiniz. O da Allah vericisidir. Ümumiyyətlə bilirsiniz, istedad da o cür deyir, bilirsiniz. Ola bilər ki, nəsə bir yeni xarakterlər ifa eləyirəm, amma məni idarə eləyən yuxarıdan idarə edirlər. İnansınlar. Tutaq ki, hərdən bir cürbəcür obrazlar təklif eləyirlər də. Soruşuram, öz-özümə fikirləşirəm, mən bunu necə nətər deyərlər, bunu insanlara, tamaşaçıya çatdırım. Sonra məndən asılı olmuyor. Bilirsən, yatanda beynimə hansısa bir insan, o xarakter gəlir. Bilirsən, bizim sənətimizin müəyyən qayəsi də müşahidəçilikdir. Biz hər şeyi müşahidə edirik. Elə bilgirəm ki, göz bilirsiniz, göz insanın fotoaparatıdır da. O fotoaparatda nə qədər sən çox çəkə bilsən, görə bilsən, o da sonra insanlara o yeni xarakterin kimi, tiplər kimi onu təqdim eləyirsən. Mənə belə gəlir ki, əsası Allah tərəfidir. İlham Namiq Kamalın bəsirət gözü açıqdır? Bilirsiniz, mən hər şeyi açıq, nətər deyərlər belə, demokratik insanam, yəni olanı deyərəm məsələn. Həm də deyim, niyə görə olanı deyərəm? Biz axı ata tərəfdən biz Şamaxlıyıq. Şamaxlar da qırmızı olurlar, bilirsiniz, qırmızı olurlar. Yəni ki, onlar oldu, olmadı, səndən böyük oldu, səndən kiçik oldu, sözün o saat düzünü deyir. Bəzən görürsən, elə insanlar var ki, bundan inciyirlər. Amma məni tanıyan insanlar bilir ki, mən onu yaxşı mənada dedim. Sabahı başqası onu görəcək, deməyəcək. O səhvi yenə eləyəcək. O mənada mən o qabiliyyəti özümdə saxlayıram. Yəni o vergini mən o vergidən demirəm, amma yəni o vergini, Allah vergisi özümdə saxlayıram. Yəni hesab edirsiniz ki, sizin bəsirət gözünüz açıqdır. Bəli, əlbəttə, başqa cür necə, hər şey aydın baxmaq lazımdır da. Başqa yolu yoxdur. İlham müəllim, Tanrının bizə, bəli, siz çox doğru buyurdunuz ki, bəzən bəsirət gözümüzü açır, bəzən bizə sözün əsl mənasında daha müxtəlif, fərqli, gözəl nemətlər verir və onlardan ən başlıcası, ən gözəli bizə yaşamaq hüququnu, yaşamaq nemətini verməsidir. İlham müəllim, sizin ilk rolunuz, bax, araşdırdım, tələbə vaxtı fransız ədəbi Jean-Baptiste Malher'in Georges Dandin satirik komediyası olub və bu uğurla oynanılıb və hamının da çox xoşuna gəlib və bu sizin üçün bir vizit karta çevrilib və komedik janr olub. Aktyor üçün amplua, yəni İlham Namiq Kamal üçün nə deməkdir? Yəni hər zaman biz sizi eyni ampluada görürük. Sizcə aktyor müxtəlif cildlərə, müxtəlif tonlara girməlidir yoxsa yox? Bilirsiniz, aktyor ülgücün üstündə, ayaq yalın, elə gəzməlidir ki, bir obraz ifa eləyəndə onun dabanı qanamaz. Bilirsiniz, bu ən birinci amil, yəni artığın çıxmasın, yəni peşəkarcasını onu eləyəsən. O qəbildən bugünə kimi də çalışıram ki, peşəkarlıq davam eləyim, çünki mənim müqəddəs müəllimlərim olub doğrudan da, Adil İskəndərov, Rıza Təhmasib, Tofiq Kazımov, magikan müəllimlər olub. Bilirsiniz, onların hər birindən özdə, mən açıq deyirəm, onlar ömrüm nə qədər var, o mənim üçün sevimlidirlər. Mən də onların sevimli tələbəsi olmuşam. Ona görə də o yolu davam elətdirirəm. Bilirsiniz, istedadı onlar da deyirdi, mən də deyirəm, istedadı Allah Taala verir. Amma onu istiqamətləndirən sənin ustad müəllimin varsa, sənə zaval yoxdur. Sən o yolu gedəcəksən. Amma sən onu o yolu yox, başqa yollara gedəcəksən, ucuz şöhrətə gedəcəksən, nə bilim gedib başqa-başqa işlərlə məşğul olacaqsan, öz sənətini necə deyərlər belə bayağı səviyyə salacaqsan, onda hörmətin olmayacaq. Çox maraqlıdır. Amma siz çox bəlli keşməkeşli bir dövrdən də keçdiniz. Çünki vaxt var idi ki, teatrların durumu çox acınacaqlı idi, binalar təmirsiz idi. Hətta o zaman aktyorlar çox böyük ürək yanğısı ilə şikayət edirdilər. O səhnələr soyuq idi və aktyorlara bir o qədər diqqət ayrılmırdı. 90'lar idi bu, əsərlər tam ərsəyə gəlmirdi və belə bir dövrdə yəni dözməyənlər
belə deyək, meydandan çıxdı. Amma dözə bilənlər bugün öz sözünü demiş, bəlli hörmətli və bəlli mövqeyə sahib insanlardır. Bax, bu da çox vacib şərtdir. Xarakter, dözümlülük və öz sənətini, öz işini sevib bütün hər şeyə rəğmən meydanda qala bilmək. Bilirsiniz, bu önəmli faktordur. İlham Namiq Kəmal imzası da bu imzalardan oldu. Onun da taleyinə bu yazıldı. Mən sizə təşəkkür edirəm bu sözlərinizə görə. Bilirsiniz, bəzən görürsən ki, deyirlər də, məsələn, deyirlər ki, bizim maliyyə durumumuz yaxşı deyil, teatrda nə bilim bizə o qədər maaş vermirlər, bilirsiniz. Amma inanın ki, möhtərəm prezidentimizin göstərişi ilə maaşlar da artıb müəyyən mənada, söhbət orasındadır. Amma yüngül yola gedənlər çoxdur, bilirsiniz. Yüngül seriallara və yaxud məclislərdə cürbəcür işlərlə məşğul olmaq istəyənlərə, mən bilirəm ki, daha da o insanlar, əgər sən doğrudan da səni bu çıx get də, niyə mane olursan o peşəkarlara? Bilirsiniz, bu əsl o teatra, kino özünü canlı dildən qulluq eləyənlərə mane olurlar, bilirsiniz. Amma teatrdan heç kim getmək istəmir. Çünki niyə görə? Dövlət nə vaxtsa bunlara fəxri ad verəcək. Dövlət nə vaxtsa bunlara mükafat verəcək. Biz dəhşət orasında. Bəyənmirsən, çıx get də. Bax, bu gedən yoxdur, amma getmirlər. Və o adamlar üçün də teatr rəhbərliyi şərait yaradır. Şərait yaradır ki, sən burada ol günə. Sən mane ol günə, mane ol peşəkarlara. Bax, dəhşət orasındadır. Bilmirəm, bu fikri deyə bildim, deyə bilmirəm. Bunu açıq deyirəm, mən bilirsiniz ki, həmişə obyektiv, mən öz fikrimi yenə də deyirəm, mən qırmızı şamaxlıyam, onu deməliyəm, başqa cür mümkün deyil. Biz də sizə, əziz Şamaxılı İlham müəllim, sizə qıpqırmızı xoruz pipi bir çaydan dadmağı təklif edirik. O çayın dadına baxın, görün necədir? Böyük məmnuniyyətlə, böyük məmnuniyyətlə. Bax, bax, bax. Çox gözəl, çox gözəl. Bəs siz niyə müraciət eləmirsiniz? Məmnuniyyətlə. İlham müəllim, bu Hacı Seylon çayıdır. Bəh, bəh, bəh. Nuş olsun. Siz də əziz və hörmətli tamaşaçılarımız Hacı Seylon çayından alın, dəmləyin və hər bazar günü bizi izləyin. Arada qısa reklamlarımız var. Reklamlardan sonra buradayıq. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Beləcə reklamlarımız bitdi və reklam arası biz İlham müəllimlə xeyli maraqlı söhbətlər elədik və Hacı Seylon çaylarının baş sponsorluğu ilə Xəzərin sahilindən hər birinizi salamlayırıq. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. İlham müəllim bizim qonağımızdır. İlham Namiq Kəmal. Və İlham Namiq Kəmal deyəndə hər kəsin üzündə bir təbəssüm yaranır. Çünki sizin bir aktyorun teatrı, Mozalan, ondan sonra çox gözəl və çox fərqli, elə Qaynana filmindəki sizin yaratdığınız obraz, bütün bunların hər biri İlham müəllim, bir insanın yaratdığı, onun adı çəkiləndə üzündə yaranan mimikadır. Ya insan üzünü turşudur, ya insan gülümsüyür. Yəni, indi siz ikinci tərəfdən oldunuz. Bunun üçün nəyə borçlusunuz? İnsan hansı xarakterə sahib olmalıdır ki, onu hər xatırlayanda onu təbəssümlə xatırlasınlar və yaxud da ki, qəzəblə xatırlasınlar. Yox, çox təşəkkür edirəm. Hər bir insan mənə bilirlər ki, onun sənəti, yəni bilavasitə qulluq elədiyi ixtisası tam başqadır. O özü isə tam başqa olmalıdır. Mənə belə gəlir. Mənə əvvəldən deyə bilər ki, birinci ona görə ki, mən sizə deyim, mən uşaq vaxtında mənə deyə bilər ki, nə olar, nə olmaz. Bunu evdə deyirlər, valideynlər deyir. Artıq onu sən bilməlisən, nə olar, nə olmaz. Sonra da bayağı mən qeyd elədim ki, bu sənətdə işləmək üçün nə etmək lazımdır ki, nətər deyərlər, dabanın qanamasın. Bunu mən dedim, o dedim. Mən belə ki, hər bir insan özündən asılıdır. Çünki insan, yəni, tutaq ki, sən 1000 dənə obraz oynayırsan, sən həyatda ola bilməzsən, mümkün olan şey deyir, nətər deyərlər. Sən özün, materialın əlbəttə ki, sənin materialındır, əl, ayaq, göz, təfəkkür. Bir də bir məsələni deyim sizə də, bu sənətdə müvəffəqiyyət tapmaq istəyirsənsə,
gərək həm savadlı olasan, həm də ağıllı olasan. Bilirsiniz, əsas amillərdən biridir. Yəni, sənin savadın və ağlın səni o yolu, düzgün yola aparacaq. Əlbəttə ki, bir də ki, müəllimlərin səni istiqamətləndirdiyi, özün olmağa bacarasan yer, özün. Amma İlham müəllim, gəlin etiraf eləyək ki, biz özümüz müxtəlif vəziyyətlərdə elə müxtəlif də formalara dönürük. Görürük. Yox, formalara dönürük. Niyə formalara dönürük? Yəni formamızı dəyişirik. Ata-anamızla danışdığımız kimi övladımızla danışmırıq, bir obraza giririk. Bir müəllimlə danışanda başqa obraza giririk. Sevgilinlə danışanda başqa obraza girirsən. Tələbənlə yəni fərqi yoxdur. Bir mühitdən digər mühitə düşdükcə bizim özümüz də bilavasitə dəyişirik. Və bu o demək deyilmi ki, biz də həyatda rol oynayırıq? Həyatda sırf o sən doğmalarınla bu münasibətdir. Bu roldür, münasibətdir. Sən öz balana nə münasibətin, ailənə münasibətin, babana, nənənə, bunlar tamam, dostuna bu münasibətdir. Amma o ki qaldı rol, o rol nətər deyərlər, o çətin məsələdir. Bəzən deyirlər ki, nə, mən də bunu eləyərdim. Xeyr, heç kim eləyə bilməz. Sırf peşəkarın elədiklərini heç kim eləyə bilməz. Niyə baxırsan ki, bəzən tamaşaya baxırsan, mən elə bir tamaşaçı kimi də, məsələn, sevirəm tamaşalara baxmağa. Məsələn, o aktyor, o və yaxud aktrisa, məsələn, tutaq ki, elə duyğularla danışır, sən o dəqiqə deyəsən ki, mən onu eləyə bilməzdim. Bax, o sənətdir. Amma əyləşən tamaşaçıya gələ, mən də bunu eləyərdim. Onda artıq o peşəkarlıqdan uzaq bir insandır. Bunu da yaddan çıxarmaq lazımdır. Doğrudur, doğrudur və ona görə də biz adını çəkdiyimiz bir sıra aktyorlar var, aktrisalar var ki, onlar yaratdığı obrazlara görə biz onları sevirik. Ay sağ olun. Onlar İsmail Osmanlı adam-badam iyisi gəlir. 7 oğul istərəm mən siz deyirsiniz. Bax o frazasına görə hər küçədə görəndə ona nifrətlə baxırlarmış. İlham müəllim, siz həm də professor olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Və sizin çox sayılı tələbələriniz var. Və bu çox sayılı tələbələrinizlə siz nə gözəl ki, tərəf müqabili olursunuz. Və bunun özü artıq çox gözəl hissdir. Bunu öz təcrübəmdən deyirəm. Mən Bakı Dövlət Universitetində tələbələrə dərs dediyim uşaqlar bugün telekanalda mənlə üzbəüz gəlirlər, mənlə rastlaşırlar və mənə müəllimə salam, necəsiz? Deyəndə o qədər insan fəxarət hissi yaşayır ki, başa düşürsən ki, sən bu həyatda nəsə edə bilərsən və nəsə eləyə bilirsən. İndi siz tələbələrinizlə artıq səhnədə bilavasitə tərəf müqabili olursunuz. Yəni, bu sizin özünüzün yaratdığınız və özünüzün yetişdirdiyiniz yetirmədir ki, qarşı-qarşıyasınız. Mən çox təşəkkür edirəm. Əlbəttə, məndə müəyyən bir tələbələr İlham Miniatür Teatrında da çox idi. Məsələn, bugün Akademik Musiqili Teatrında, məsələn, mən Şeytanın Yubileyi əsərində də elə mənim tələbələrim iştirak edib. Amerikalı kürəkən bu gün də iştirak edirlər və bir neçə gündə yeni bir tamaşa üzərində işləyirəm. Deməli, bilavasitə Sabit Rəhmanın eyni adlı komediyası, Əliqulu evlənir komediyasının əsasında mən bir libretto yazmışam, yəni operetta üçün. O libretto yazandan sonra mənim əziz dostum Baba Vəziroğlu şeirləri yazdı. Nə gözəl. Və bugün elə burada deyim, mən məşqdən gəlirəm bu dəqiqə, məşqdən gəlirəm. Nə gözəl. Orada mənim 9 tələbəm bu dəqiqə iştirak edir. 9 tələbəm bir tamaşada. Siz təsəvvür edin. Hamısı da mənim üçün doğmadır. Onların hər birini mən gələndə elə teatr o vaxtı Hacı Baba Bağırov'da, Allah ona beşli eləsin. Dedim, Hacı, bəs belə istedadlı tələb var, gəlsin. Bilirsiniz, Hacı Baba Bağırov'da istedadlı insanları çox sevən idi, həddindən. İndi da onlar aparıcı aktyorlardır. İndi yeniləri də gəlib, yenə də müraciət eləmişəm hal-hazırda indiki rəhbərliyə də. Yəni, bilirsiniz, istedadları qorumaq lazımdır. Doğrudan qorumaq lazımdır. Azdır istedadlar. Mən sizə deyim ki, bir açıq söz deyə bilərəm də, istedadsızlar o qədər çoxdur ki, bəzən istedadları sevmirlər. Qəribə bir mühit yaranır. Çoxdur istedadsız. Amma istedadlı elə bilginə ki,
göz çıxardır. Bilirsiniz, bax belə bir məqamlar da olur. Mən də bunları görürəm. Deyirəm ha, saxlamıram özümü. Deyirəm ha, elə qoruyun, bu istedadını qoruyun. Bu istedadsız başqa yerdə də ola bilər. Onun üçün şərait yaradaq. Amma səhnə çünki elə bir yerdir ki, orada əsl mənada fədai gerək olasan. Səhər məşq, günorta nə bilim çəkilir, orkestrla məşq, rəqs qrupları ilə məşq birlikdə. Yəni axşam tamaşa. Yəni o mənada mən tələbələrimi çox sevirəm. Ümumiyyətlə mən istedadlı insanları çox sevirəm. İlham müəllim, sizə sual verən bir nəfər var. Mənim əzizim, dəyərli, sevimli ustadım İlham müəllim, sizi çox sevirəm, bilirsiniz. Nəinki mən, bütün tələbələriniz. Bugün teatrda varamsa, bugün aktrisa kimi sevilirəmsə, bunun ilk başda təbii ki, səbəbkarı sizsiniz. Bunu çox gözəl xatırlayırsınız. Bəlkə də zamanla anlamırdım gənc olanda, amma indi daha çox fərqindəyəm ki, gerçəkdən çox şanslıyam ki, sizin kimi teatr və kino sahəsində əfsanə olan bir insanla səhnə paylaşıram. Sizin xoş sözlərinizi eşidirəm. Sizə uzun, sağlam ömür arzulayıram və qeyd eləmək istəyirəm ki, yaşadığınız hər gün ömrümüzə hədiyyədir. Sevirəm sizi, əziz müəllimim. Sizə sualım nə ola bilər? Əliqulu nə vaxt evlənir İlham müəllim? Nə vaxt Əliqulunun toyudur? Tamaşalı. Basıram, çox yaxşı. Təşəkkür edirəm, təşəkkür edirəm. Hə, İlham müəllim, bu Əliqulu nə zaman evlənir? Hə, vallahi... Və niyə məhz siz Əliqulu, əslində bu sualın özündə böyük bir məntiq var. Niyə məhz siz bu əsərə müraciət eləmişsiniz libretto kimi? Bilirsiniz, mən sizə deyim. Gəlin sualın birinci cavabını verək. Əliqulu nə vaxt evlənir? Əliqulu deməli, mən sizə deyim. Bu 11 il bundan əvvəl evlənməli idi. Çünki o vaxt libretto bitmişdi. O vaxt elə oldu ki, bizim hörmətli bəstəkarımız Oktay Rəcəbov problem yarandı ki, onun maliyyəsini kim ödəyəcək? Bilirsiniz də, bizdə nazirlər də dəyişdilər tez-tez. Çox qəribə qaldı. Teatrda o səviyyədə deyil ki, yəni ki, o ödəsin onu. Onu həmişə nazirlik ödəyib. Elə gün qaldı. Artıq 11-ci ildir. İndi bir qəribə hadisə oldu ki, əlbəttə gözlənilməz ki, Oktay müəllim dünyasını dəyişdi. Siz təsəvvür edin. İndi şərait yarandı ki, əsəri hazırlayırıq. Mən bilirəm ki, mən bu əsəri sırf elə Oktay müəllimin ruhuna mən həsr eləyirəm. Çünki 11 il qalıb. Amma o ki, qaldı qızımız dedi ki, nə vaxt evlənir? İndi nə vaxtını mən bu dəqiqə deyə bilmirəm. Amma nəyin bahasını olursa olsun evlənəcək. O evlənəcək. O diyandan deyir. Mən bir tamaşa mənasında deyirəm. Gözəl. Gültaş xanım, ümid eləyirəm ki, cavab sizi qane elədi. İndi mən ikinci sualın cavabını istəyirəm. Niyə məhz bu əsərlərin içində siz Əliqulu evlənir əsərini seçib onu libretto yazdınız? Bilirsiniz niyə görə? Akademik musiqili teatrında bir əsər oldu. İllər öncə Hicran komediyası Sabit Rəhman. Bəli. Siz təsəvvür edin, Sabit Rəhman elə gözəl komedioqrafdır ki, ondan sonra əsəri bu teatrda getməyib. Və mən də çalışdım ki, qoy ikinci əsərdə Əliqulu olsun ki, bu da bir yadigar qalsın tamaşaçılar üçün. Çünki orada hadisə də var. Necə deyərlər, indi düzdür, əsər müəyyən illər bundan qabaq yazılıb. Mən onu librettoda bugünkü gün, bugünkü gənclərin məhəbbəti, bugünkü insanların problemi və bu problemi də bilirsiniz ki, vəzifə həsrətində olanlar bugün də var, pul həsrətində olanlar bugün də var. Yəni o qəbildən dedim bugün bu bizim gəncliyə də yaxın olmalı. Bilirsiniz, hər hansı bir əsəri müraciət eləyəndə o günlə səsləşməsinə birinci gerək fikirləşəcək. Əlbəttə, aktuallığını qorumalıdır. Və mən müəyyən obrazları da oradan nətər deyərlər, ixtisar edirəm. Yeni obrazlar gətirdim ora, nətər deyərlər, maraqlı. Mən bilirəm ki, tamaşaçılar üçün maraqlı olacaq. İnşallah. İlham müəllim, insan həyatı təcrübələrdən öyrənir. İnsan həyatı kitablardan öyrənmir, oxuduqlarından öyrənmir, yaşadıqlarından öyrənir. Bugün İlham Namiq Kamalın həyatda onu özünü tapmasında təcrübə olan hansı situasiya olub ki, o onun üçün bir mənalı şəkildə artıq İlham Namiq Kamal eləyib? İnsan bilirsiniz, birdən olmur heç nə birdən yaranmır. Müəyyən dövrlər keçir, indi
məktəb dövrü ayrıdır, universitet dövrü ayrıdır, teatr dövrü ayrıdır. Mən bütün bu mərhələləri keçmişəm. İndi siz təsəvvür edin ki, bir təvazökarlıqdan uzaq, mən 30 il akademik Milli Dram Teatrında işləmişəm. Ondan sonra elə oldu ki, Əbülfəz müəllimin təklifi ilə akademik musiqili teatrına gəldim. Amma onunla paralel mən operada da getdim, rol oynadım. Arşın Mallanda Sultan Bəy oynadım. Onunla paralel elə musiqili teatrın Rus bölməsində də mən uzun illər rollar oynayıram. İlham müəllim, bu sizin peşə təcrübənizdir. İlham Namiq Kəmal həyatın hansı təcrübəsindən dərs alıb? Təcrübə deyil. Məni verən, tərbiyə verən valideynlərimin bilavasitə münasibətindən. Bilirsiniz, hansı sənətdə, hansı sahədə olursan ol, gərək özünü qoruyub saxlaya biləsən. Mən onu bilirdim. Bilirsiniz, indi mən bir söz də deyəcəyim, bilirsiniz, bəzən görürsən, elə bax, bizim sənətə şamil eləyim. Görürsən ki, bir verilişdir, istər aktyor olsun, istər aktrisa olsun, özünü elə bir eybəcər səviyyə salır ki, mən hətta düşünürəm, görürsən, bunun böyüyü zadı olmayıb, bunun balası yoxdur, bunu evə gedəndə utanmıyor, desinlər ki, o elədiyin hərəkət nədir? Bilirsən, hər şeyin əndazəsi olmalıdır. Bax, bu əndazə olmalı mən valideynlərim vaxtında deyib ki, bu olmaz. Mən əvvəldə dedim, mən olmaz sözünə riayət eləyən insana. Demək ki, olmaz sözü sizi qarşıya çıxan dərs verəcək təcrübələrdən qoruyub. Əlbəttə qoruyub, çox qoruyub, hər mənada qoruyub. Bu çay isə sizi bir sıra xəstəliklərdən və stressdən qoruyacaq. Hacı Seylon çayından dadın və biz reklamlara keçid alaq. Reklamlarımız bitdi və Hacı Seylon çaylarının baş sponsorluğu ilə Xəzərin sahilindən hər birinizi salamlayırıq. İlham Namiq Kəmalla birlikdə. İlham müəllim burada bizimlədir və biz Xəzərə baxa-baxa, doya-doya söhbət eləyirik və bütün dünyanın gərdişindən, gedişindən, hər birindən müəyyən mənada analizlər eləyirik və İlham müəllimlə bizim çox uzun bir dostluğumuz var. Allah can sağlığı versin. Və İlham müəllim, doğrudan sizi mən hər zaman necə görmüşəmsə, bax elə, öz intellektini, öz kültürünü, öz formasını, öz kübarlığını saxlayan bir bəyəfəndi olaraq sizə hörmətimiz böyükdür. Qarşılığında məni tərifləməyin. Bu bir duel olmasın. Və İlham müəllim, bu xüsusiyyətlərin insanın özünün özündə əks eləməsi üçün bir sıra səbəblər var ki, insan bu stabilliyi qoruyur. Və səbr. Səbr etmək bütün məsələlərdə müəyyən bir şeyləri həm də bağışlamaqdır. İlham Namiq Kəmal nə qədər bağışlayandır? Hara qədər bağışlayandır? Əlbəttə, siz çox gözəl dediniz. Səbr elə Allah Taalanın adıdır. Yəni, səbir olmasa insan işləyə bilməz. Yaşaya da bilməz, yəni ki, müəyyən mənada. Amma səbrin də bir müəyyən çərçivəsi olur da, səbir. Yəni, bilirsiniz, tutaq dostluq eləyirsən, dostluq eləyirsən, müəyyən insanlar olur, elə gənclik illərində də olur. Sonra zaman keçir, görürsən ki, o dostsan sən oynan, amma o dost adını daşıya bilmir. Sən gərək o yaxşı mənada səbrini bükəsən və çıxıb gedəsən öz yolundan. Yaxşı mənada yəni. Əndazə. Əlbəttə, əndazə. Əndazəni keçməmək, mehribançılıq, dostluq, yəni bilirsiniz, elə işlər var ki, gərək dost olursan, mən başa düşəmirəm. Amma sən onu gərək çalışma ürəyinə daxil olasan. Niyə çalışırsan ki, onu yine daxiləsən, onu nətərdir? O mənada bir balaca səbirli olmaq, o dediyimiz söz, səbir olmaq. Yəni, onsuz da, məsələn, o insan var ki, dalbada sənə sual verir. Bu sual bezdirir axı insanı, niyə sual verir sənə? Əgər lazımdırsa, o dostun sən o sözünü deyəcək onsuz da. Niyə görə bu? Sən, yox, mən bunu da soruşum, bunu da soruşum. O soruşan adamlar biraz təhlükəli adamlardır, bilirsiniz. Ya, mən sizə açıq deyim ki, ya istifadə eləməyən
istifadə eləmək istəyən insanlar var. Nəyisə səndən almaq istəyən insanlar var. Özünü yaxşı göstər, amma yaxşı deyil. Heç vaxt yaxşı ola bilməz. Ona görə də səbrin əndazəsi var. Təfəkkürlü, dünya görmüş insanlar öz səbrini nətər deyərlər, tormuz vaxtında bilir, əsl mənada irəli getmək vaxtında bilir. İlham Namiq Kamal səbirlidir? Səbirliyəm. Müəyyən vaxta qədər. Müəyyən vaxt, nətər deyərlər, öz bariz nümunəsini göstərməsə, qırmızı şamaxlılıq gəlir ortaya. Deyirlər, uğurlarım gələcək xəyallarımın məhsuludur. İlham Namiq Kamal bugün xəyalının məhsulunu yaşayır? Bilirsən necədir? Xəyal, sən düşünürsən də nə isə olsun. Amma mən real insan kimi bugün neyinirəm? Sabahsız da nəsə eləyəcəm. Hətta məndə bir qəribə, bir dəfə də demişdim onu, bəzən elə bir sənət adamları var ki, yaşı ola bilər ki, müəyyən yaş keçib. Deyirlər, mən Hamlet oynamaq istəmirəm. İstəyirəm. O biri deyir ki, nə bilim, mən filan. Axı, baxırsan ki, bunun yaşı artıq Hamletlik deyil və yaxud başqa rolluqdur. İndi mən başqa şey fikirləşmişəm. Mən ona görə deyirəm ki, mən reallıq ki, mən bugünü fikirləşirəm. Mən həmişə deyirəm ki, qoy o rol, o obraz həsrətdə qalsın ki, onu İlham Namiq Kamal oynayacaq. Bax, belə. Hətta. Niyə mən onun həsrətində olum? Qoy mənim həsrətimdə olsun da. Bu da ola bilər də. Yəni, bu biraz daha belə... Böyle, fundamentaldır. Fundamental və daha iddialı bir tərz nümayiş etdirən İlham müəllimə daha bir sualım var. İlham Namiq Kamalın desəydilər ki, həyatından bir parça Mozalanda bir fraqment hazırla. Öz-özünü hansı obraz, daha doğrusu özü-özünü hansı tipik obrazda görərdi, prototip olaraq? Valla mən nə deyim, bunu rejissorlarımdan asılıdır. Rejissorlarım 80-ə yaxın mən bədii sujetlərdə çəkilmişəm. Orada bütün kino rejissorları Hüseyn Seyidzadə də çəkib, Oqtay Mirqasımov da çəkib, Vaqif Mustafayev də. Bütün elə bir rejissor, Ziyafət Abbasov da elə bir rejissor yoxdur ki, elə Rasim Ocaqov da bütün mozalanlarda çəkilmişəm. Onlar indi deyirlər ki, bu xarakteri oynayır, mən də o xarakteri oynamışam. Mən burada təqsirim yoxdur, yəni. O xarakter də mənim üçün doğma olub, o da xarakter doğma olub. Ümumilikdə iki hissəyə bölünür də insanlar. Bacarıqlı, cəmiyyətdə dil tapmağı bacaran, belə biraz qoçaq, biraz da daha qaba desək, belə yırtıcı qoçaq. Digərisi daha ziyalı, daha bəzi məqamlardan baş çıxara bilmək. Yəni, mozalanın prototipləri adətən bu iki növ insanların qarşı-qarşıya durmasıdır. Yəni, bu iki cəbhədə İlham Namiq Kamal hansı tərəfdə özünü görür? Mən o tərəfdə də olmuşam, bu tərəfdə də olmuşam. Ona görə mən deyə bilmirəm. Etiraf edeyim ki, o xarakterləri ifa eləmişəm, bu xarakterləri ifa eləmişəm. Qəddarı da olub, fağrı da olub, nətər deyərlər, zavallısı da olub, nətər deyərlər, vəzifəpərəsti də olub və yaxud eləsi də olub ki, hava ilə yaşayan olub, minlə olub da, nətər deyərlər. İlham Namiq Kamalı xarakterizə eləsək, təbii ki, bir insan həm övladdır, həm valideyndir, həm müəllimdir, həm bacı qardaşdır. Yəni, hərəsinin özünə məxsus bir vəzifə borcu var və yəni, bir tərzi var, bir duruşu var. İlham Namiq Kamal bu vəzifə bölgülərində hansında özünü daha dolğun ifadə edə bilir? Bu vəzifələr həyatı vəzifədir də, həyatı vəzifədir. Onu deyim ki, siz deyirsiniz, mənim bacım olmayıb bu günə qədər. Mən elə sizi bacı bilirəm. Təşəkkür edirəm, çox sağ olun. Həm xanım, həm bacı bilirəm. Yəni, 3 qardaşıq, yəni bacımız olmayıb. Yəni ki, o ki, qardaşdır, qardaşlıq olub, ata-anadır, münasibət olub, dayıdır, əmidir, bibidir. Bunlar hamısı həmişə öz münasibətlərim olublar. Yəni, xoş münasibətlərim olub. Elə bu gün də eylədir. Yəni, ona görə mən ayrı seçkinliyi heç vaxt bilməmişəm ki, kim, necə, nətəri, hamısına çalışmışam, bilirlər, çalışmışam, bir səmimi münasibətdə olub. Ona görə də
bəlkə də bu duyğu məndə var ki, onlar da o cür qəbul edirlər. Bugün İlham Namiq Kəmal bir qardaşı Cəfər Namiq Kəmalla eyni sənəti bölüşür. Cəfər Namiq Kəmal və İlham Namiq Kəmal tərəf müqabili kimi bir-birlərini necə tamamlayırlar? Mən sizə səmimi deyim ki, Cəfər Namiq Kəmal çox peşəkar, həddindən artıq deyimsə, alicənab bir tərəf müqabilidir, yəni peşəkardır, bilirsiniz. O ancaq ona verilən obrazı sırf elə bir onun bioqrafiyasını səhnədə canlandıran tərəf müqabilidir. Ona görə mənim üçün çox rahat olub o ilə tərəf müqabil olmaq. Bu gün də elə bir maraqlı film olsa, indi məsələn, düzdür, ayrı-ayrı teatrlardayım, film olsa, teletamaşa olsa, böyük məmnuniyyətlə tərəf müqabil olmağa hazıram. Bəs sizə fürsət verilsə ki, Cəfər Namiq Kəmala ömründə, həyatında bircə dəfə sual verə biləcəksən, o imkanı veririk. Hansı sualı verərdiniz? Sağ ol, qardaş. Mən sənə nə deyə bilərəm? İlham müəllim. Bəli. Biz bu fürsəti dəyərləndirmək istəyirik və sizi sevən və sizin sevdiyiniz bir insanla qarşı-qarşıya qoyuruq və istəyirik ki, siz deyəcəyiniz bütün sözləri bu insana özünüz deyəsiniz. Salam, ay qardaş, necəsən, hardasan? Hardasan? Bağdasan, evdəsən? Evdəyəm indi. Hə. Çünki tez-tez Pirşağıya bağa gedir, ona görə soruşdum ki, buradasan, yoxsa Pirşağıdasan? Su vermək günün bir gün. Çünki orada ağacları da yox. Cəfər müəllim, biz sizi salamlayırıq. Hər vaxtınız xeyirli uğurlu olsun. Ümid edirik yaxşısınız. Və bugün İlham müəllim sizin haqqınızda çox sözlər dedi. Ümid eləyin ki, bu sözlər çox yaxşı sözlərdir. Və sizin ona deyəcəyiniz, baxın, sizə desəydilər ki, bir fürsətiniz var və yalnız bu fürsətdə siz bircə kəlmə ilə öz qardaşınıza ürək sözlərinizi deyə bilərsiniz. Bu halda siz nə deyə bilərdiniz? Bircə kəlmə buraxıb. Bir əsas onu deyim ki, mən fəxr edirəm ki, İlhamla qardaşam. Bu əsasıdır. Bir də ki, sual verərdim ona ki, yaradıcılıq bir sualı ki, hansı əsərdə sevə-sevə canlandırdığın obrazı olur? Yəni, hər aktyorun axı bir sevdiyi obraz olur ki, onun üçün əldən gedir. Bir də əgər lazım olsa, mənlə tərəf müqabilindən İlham qardaşım nə dərəcədə razı qalır və yaxud qalmıyordur? Demişəm, onu demişəm. Əla, demişəm onu. Uğurlar sənə. Təşəkkür edirik, çox sağ olun. Var olasınız, biz də sizi inşallah bu kürsüdə görmək arzusuyla sağollaşırıq. Çox sağ olun. Uğurlar sizə də uğurlar. Sağ olun. Cəfərin o sualına cavab verdim, o sənətlə əlaqədar. Görürsən, hamısı deməli düz gəldi. Hansı obraz ki, o obrazda mən dedim də, o obraz həsrətdə olsun. Onu da dedim ki, hamısını... Amma bir balaca həyəcanlanmışdınız. Çaydan için, yəni kim olacaq telefon xəttində, görəsən nə deyəcək telefon xəttində deyə bir əndişənizi hiss elədim İlham müəllim. Yox, mən bildim kim olsa indi hər halda kənar adam olmayacaq, doğma adam olacaq və ya tələbələrdən olacaq. İndi qardaşım oldu, lap yaxşı qardaşım olacaq. O ki, qaldı Hacı Seylona. Bu Hacı Seylon belədir ki, özünü yaxşı aparsın. Çünki yaxşı aparsın o mənada ki, bayaq dediyim o təklifləri yerinə yetirsin. İçin Hacı Seylon çaylarından və bizim sizə, bax bu Hacı Seylon çayından hədiyyəmiz var. Leyla xanım, mən rica edirəm hədiyyəmizi və siz gedərsiniz evdə, baxın, görürsünüz, deyir ki, Cəfər Namiq Kəmal bağdayam. Gedərsiniz siz də bağa, Şamaxıya, gedəcək bağa. Onun bağı deməli, o Pirşağdadır. Və gedərsiniz siz də Şamaxıya, Şamaxının gözəl eyvanında
İlham müəllim, bax bu Vallahi çaydan əziyyət dəmləyərsiniz, içərsiniz və əmin olun ki, bu çay əsl keyfiyyət nişanıdır. Və sizə deyim ki, bax bu qalaqramanı Bəli. Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula vurmur. Mən əlbəttə siz çox belə xəcalət verirsiniz. Siz bayaq çox gözəl söz dediniz ki, Xəzər sahilində və nöqtələr. Nöqtələr, O bəli. nöqtələr idi ki, gəlin bu verilişi çərçivədən çıxardaq. Bir gün Şamaxıda, bir gün Naftalanda, bir gün nətərlər Bərdədə, yəni hər yerdə yeni-yeni nətər deyirlər, qonaqlarla siz görüşəsiniz və bizim üçün də çox xoş olar. Bizim bu layihəmiz artıq bu ildən etibarən Xəzərin sahilindən və 3 nöqtə adlanır. Növbəti bizim səfərimiz yəqin Xəzərin sahilindən üzü Şamaxıya. Əla olar, yaxındır da. Beləliklə, əziz tamaşaçılar, İlham müəllimdən biz aldıq bu təklifi. Əyləşin İlham müəllim. Biz sizə təşəkkür edirik bura gəldiyiniz üçün, bizimlə həmsöhbət olduğunuz üçün. Və mən əziz tamaşaçılarımız, beləliklə, bax bu məqamda təşəkkürlərimiz var təbii ki, bizimlə həmkarlar var, bizim tərəfdaşlarımız var. Bu gözəl məkan Yaxt Kluba aiddir. Yaxt Klub hər zaman öz sinəsini, bax bu dənizi, bu Xəzərin sahilini bizə açır. Biz onun köksündə hər zaman dəyərli ziyalılarımızla gözəl həmsöhbət oluruq. Bu gözəl geyim isə məncə gözəldir. Çünki xanımlar hər zaman öz geyim tərzlərini müxtəlif məkanlardan seçmək üçün ən gözəl əlbisələri seçirlər. Rəngləri uyğun gəlsin, ölçüləri uyğun gəlsin və s. Elite Style. Elite Style-da bütün zövqa uyğun geyim nümunələrini seçə bilərsiniz. Və gözəllik ondur, 9-u dondur. Artıq biri də deyək ki, kosmetikadır. Və gözəl görünmək üçünsə biz Rəna xanım Ocağovaya müraciət etmişik. Rəna xanım Ocağovanın peşəkar təması, peşəkar formada insana yanaşması onun üz cizgilərini çox gözəl formada gözəlləşdirir, zənginləşdirir. Mən münasibətimi bildirə bilərəm. Əlbəttə, bəyəfəndilərin fikirlərini öyrənmək hər zaman bizim üçün çox xoşdur. Təşəkkür ederim. Biz qiymətimizi bəyəfəndilərdən aldıq və əziz tamaşaçılarımız, bax belə bol sevgi ilə sizin hər birinizə hələlik söyləyirik, görüşmək ümidi ilə Allah amanında Xəzərin sahilindən hər birinizə qucaq dolusu salamlar.